Salam ərz eləyəm əziz dostlara. Bir qəbristan mühitindəyəm. Qəbristan ki, qəbridir. Üst tərəfdə qəl'əmiz varımızdır. O qisməti ki müşahidə edirsiniz, Bastani qəl'ədir. Mühitdə bir tədad qəbr varımızdır. Qəbrilərin bəzisinin saxtarı kamilən müşəxxəsdir, vəli bir tədadı həmçinin gizlindir. Nümunə üçün o qəbrimiz bir müşəxxəs qəbridir ki, təpula halətindədir. Və bir dənə qəşəng qəbr onun içindən açılıbdır. Vəli həmçinin qəbristanın içində gizlin qəbrilərdən varımızdır. Bərəyin ki, biz gizlin qəbriləri rahatçılığı ilə tapaq, dazing behtərin vəsilədir. Dazingə voytanter ilə rahatçılığı ilə eləyə bilirik ki, gizlin qəbriləri şinasayı eləyək. Mən burada radiobzəni elədim və bu qismətdə bir dənə saxtarə qəbr tutmuşam. Yəni bir dənə çarçubə qəbr burada vardı ki, gizlin qəbrilərdəndir. İndi yenə də bu qəbri mücəddədən radiobzəni eləyəcəyəm. Ta görəyin ki, dazingimiz harda qəbri tutayıq və qəbrimiz nə şişlidədir. Radiobzəni eləyəndən sonra nöqtəni qazacağam. Ta görəyin ki, aya nöqtəni dəqiq tutmuşam. Ya ki, xətam vardı. Xob, gedəyin ki, mücəddədən radiobzəni eləyəyin və nöqtəyə qəbri tapayın. O kəsləri ki, bizdən dazingə voytanter təhiyyə eləyiblər, amuzişləri kamil halətində onların PV-sinə yollamış o. Nə cür balansgiri eləyə bildik, nə cür şüazəni eləyə bildik. Nəhvə nöqtə zənini, inki nə cür səxfəkarı tapaq, inki hansı rəvəşlə kəfəkarı tapaq, əbbad girini və kollən girini hamısını qədəm bə qədəm filmhaya amuzəşidə öyrətmişəm. Bir müxtəsər halətində qəbrin fəqət çarçubunu tutacağım və inki əbbad girisini siz üçün əncam verəcəyəm. Ondan sonra nöqtəyi abi eləyəndən sonra o nöqtəni qazacağıq. Ta görən ki, aya bizim qəbrimiz vaqən üzə çıxacaq ya yox. Bir miqdar yeldəyik, vəli bu mane ola bilməz. Vəli o zaman hiç şədidən yeldəyik, səy eləyiz ki, radiobzəni eləməyiz və yeldə yanandan sonra radiobzəni eləyiz. Mütəvəssifanə bizim şansımızdan bugün yeldəyik. Bain hal, yenə də radiobzəni eləyəcəyəm. Bizim qəbrimizin çarçubu bu qismətdədir. Çox yekə qəbr, bəlkə qəbrin çarçubundan sonra dalı səncindir. Əbbadı kollusun siz üçün tutdum. Vəli mərkəziyə də qəbr bu qismətdədir.
Hop, bir miqdar yeri qazdıq. Əndazəsini özümüz xırda götürmüşük. İnşallah qəbrin saxtalığına yetişəndən sonra çarçubi böyüdəcəyik, çarçubi həpvarını. Usulüsü odur ki, müstətil şiklində ya mürəbbə şiklində qazıla, yekə yer götürülə. Ta inki saxtar kamilən üzə çıxa. Çünki zamanımız azdır. Gün ortaçağı yer qazıyıq. Buracaqda cəsarət eləmişik. İndi yenə də kəfi bir miqdar gedəcəyik. Əgər səncinə yesə, səncinin idaməsini götürəcəyik və çarçubu yekələdəcəyik. Daşları bir miqdar çürəyib və oylay. Usul radiabzəni bir cürdür ki, dazıncı mühitinə balans eləyəndən sonra mühitdə şüazəni eləyəcək. Əgər hər cəhətdən dazıc bir səmtə dönsə, gedəcək o səmtin üstünə və oradakı nöqtəyabi eləyəcək. Mümkündür ki, hədəfimiz bir otaqəki qəbul ola və biz üçün divarəyə əvvəli verəndən sonra ortada xələyi verə və yenə də divarəyə bədini verə. Vaxtı ki, divarəni və xələyi tutduq, ondan sonra gəlib əbad geri eləyəcək. Əbadə işi ələ gətirəcək. Ondan sonradır ki, iki rəvəşlə eləyə bildik, omqə işi ələ gətirər. Həm omqə səxfəkarı gətirə bildik, həminki omqə təyəkarı. İki rəvəşə məcəzzə ilə ki, filmi amuzəşlərdə bunları yonban eləmişəm. Bir rəvəşlə səthə işi ələ gətirəcək. İkinci rəvəşlə təhə işi. Vaxtı ki, bunları əncam verəndən sonra, ondan sonra eləyə bildik ki, qəblə səppari, gələn, radiaba xurac verən və fələzzəni eləyək. Pəs əvvəl olaviyyadıdır ki, xələyi və divarəni ələ gətirək. İkinci mərhələdə gəlib fələzzəni eləsək yaxçıdır. Vaxtı ki, həm biz üçün xələ verdi, divara verdi, münasib əbad verdi, münasib on verdi və bildik ki, hədəfimiz məqulanədir və bir bastani hədəf ola bilər. Ondan sonra gəlib xuraçda eləsək yaxçıdır. Bir miqdar bu yeri qazdıq. 2-3 dənə balaca səngçin çıxır. İndi onları da götürəcəyik. Bu qəbristanda bəzi qəbrlər tabuti qəbirdir. Vəli səbkə tabutlar vücuddur ki, tabut çubuğunun içində cəsədi qoymuşlar. Burada bir mövrid işləmişəm və tabuti cəsəd çıxartmışam ki, cəsəd tabut çubuğun içindədir. Bu tabutlar mürurə zamanda çürəyiblər və accana çumuqlarından qalır. Kamilisi qalmır. Çünki neçə minir üstündən soğuşubdur. Ehsas eləyəm ki, bizim bu dənə qəbrimizdə tabut-ı çubi olacaq. İndi bir miqdar aşağı gediyor. Adı da yekəldəcəyik. Görən ki, biz üçün nə asar verir. Bir 70 sant tutudunda gəlmiş o aşağı. Böyürlərdə koldan dövmə torpaq çıxır. Feylən ki, xas bir şey çıxmayıb. Fəqət dövmə torpaq çıxır. Vəli ehsas eləyəm ki, aşağıda sənçin varımızdır. Gələ səddərsə sənçinimiz ola. Səncinləri üzə çıxır. Təraşşoda daş döyürlər. Məntəqənin
təbii daşlarından bunun saxtalığında istifadə ediblər. Əbadi işi siz üçün göstərdiyim kollan səntin olacaq. Vəli mərkəziyyəti bu qisməti almışıq. Bu çaladan biraz yekədir mərkəziyyəti. Bərain ki zamanımız azdır, işimiz çox tuğlanı olmuyor. Özümüz yeri xırda götürüyor. Bu çar çiğnə qəbri olmayacaq. Doleməni ya Tağdar qəbri deyil. Bunun səbki bir miqdar fərqi. İndi gedəyin aşağı. Ehtimal veriyəm ki, tabuti qəbri olur. Yəni tabut-ı çubi. Baxız, sənkinləri üzə çıxıyım. Yoldaşım icazə versə, görsədəm siz üçün. Müşahidə eləyiz. Bu sənkindir. Və sənkinin üstləri də koldan dövmə torpaqdır. İndi yine işin idaməsindən siz üçün film tutacağım. Bir miqdar işi aşağı getdi, sənkinlər üzə çıxıyıb. Vaxtı ki dazınginlə sənkin ya divara tutuyor. Yəni o daşlar ki əl ilə bura qurulubdur. Dazing bunları təşxis verir. Baxız. Kamilən sənkindir. İndi bir miqdar işi aşağı gedəcək, görənkinə görsədir. Gələ usulən mərkəziyyəti işimiz bura ola və cəsədimiz bu qismətdən çıxar. İndi yoldaşımız yine də buranı qazacaq. Bəndə də siz üçün video tutacağım. Geçer aşağı şey. Sütten misin? Hala bir telaşları da şey. Kalkarsın. Film tutmanı sardım. Pişişlidə çefto bəst eləyiblər ki, rahatçılığından çıxmayın. Gələ əbadi işimizi yekəldək. Ta rahatlar səncinlər çıx. Baxız, 6-da ahəkidir. Şayət bu səbki daşı görsəz, fikir eləyəsiniz ki, təbiidir. Çünki məntəqənin torpağının özü xasiyyəti ahəkidir. Daşları qurandan sonra, bir zamandan sonra 6 yenə də ahək bağlayıb.
Bu bir dənə çox möhkəmləşdi. Aha. Baxız əzizlər. Tabut-ı çubi ki ərz eləydim. Tabut-ı çubi üzə çıxdı. Bunlar tabut çürücüdür. Gözəli zamanda qalıb çürüyüblər. Ərz elədiyim təkin. Bu qəbr tabuti qəbr olacaq. Yəni cinsi tabut. Ağacdan imiş. Ləxərə ustad özü də gələk dəstəkar ola. İnsan özü yer qazmasa, mütməyindən təcrübə də kəsb eləyə bilməz. Gələk qazasan, ta layəbəndidən başın çıxar. Təbii torpağı, dərsiz torpağından təfkik eləyə biləsən. Yerin torpağını tanımaq, el müziyi ilə tanınmaz. Bəlkə fəqət təcrübə və qazmaqla ələ gələr. Bizim tabutumuz üzə çıxdı. Tut yoxundan. Baxız. Çox cəlibdir. Cəlib oldu tabut. Düz sənginin altından üzə çıxdı. Baxız. Bəzi tikələri də zoğala dönübdür. Tutura. Sümük çıxıyaladır. Mıncıqdır. Baxız əzizlər. Balaca mıncıq çıxdı. Tutuyana. Qəbrilər yeşəndə səy eləyəz ki, diqqətli bərrəsi eləyəz. Hətmən pinpointerdən ya nöqtəzəndən də istifadə eləyəz. Çünki balaca rizə filizlər olur ki, torpaqla qarışıq və çölə tökəyüz. Bedunun ki özünüz biləsiz. Biz şansa bunu göz işıqlığında tapdıq. Cinsi nədəndir? Müşəxxəsdir. Hələn feylən bu qalsın. Tut bura. Biz bu günləri nə pinpointer, nə nöqtəzən yanımızdadır. Fəqət dazın yanımızdadır. Ona görə torpağı bərrəsi eləyə bilmiyor. Dikə sümüşdü. Səy eləyəz dəstkeş əlinizə salasız. Allah mən günləri dəstkeşsizəm. Səngindən üstə koldan kubidə torpaq idi.
Vəli görəysiniz ki, səntindən aşağı nə cür ələnmiş torpaqdır. Baxız, yerin hər tərəfindən odunlar çıxır. Bu müşəxəs elə ki, tabutumuz yekə tabutdur. Hop, bu bir dənə daşı çıxardayın. Görən ki, altından nə verir? Bu bir dənə daş biraz bizi gördü. Həmçinin odunlardan verək. Daşın dalı kollan səntindir. Baxız, 3 tikə burada daş vardı. Daşları kollan bir-birinə yapışdırıblar. Qarən ki, bunları çıxarda, gələk külüngün ucun. Bunların dərzlərin arasında salaq. Ta daşları bir-birinə fişar gətirə. Əhram eləyək və daşları çıxarda. Hop, bir dənə də balaca əqiq bu quşədən tapdım. Bir də bir dənə rizə mıncıqdır. Cinsi əqiqdəndir. Bir dənə ki noşda var. Odur ki, qədim zaman bu rizə mıncıqları nə dəstgahla belə surax eləymişlər,
Çünki bu daşların öz cinsi möhkəmdir. İynə zorla bunun içinə keçər. Qədim zaman nə dəstgah və nə əbzar var imiş ki, bunu deşəymişlər. Bu da özünə görə calibdir. Mütməyindən əsli cinsilər cəsədin böyründə olacaq. Bunlar feylən üzdən çıxan vəsaillərdir. 2 tikə mıncıqdır. Biri əqiqdir, o birisi də abi rəngidə firuzədir. Xo'p. Mütməyinnəm ki, gördüklərinizi gördünüz. Sənkin 2 çıxdı. Tabutun tikələri 2 üzə çıxdı. Və cəsədimiz də bir miqdar aşağıda olacaq. Buradadır ki, vaqiyən Dazın göz qüdrətini görsədik. Dazınginən hər gizlin işləri tapmaq olar.